Baxın, barakallahu fikum, bizə bir sual verilsə ki, niyə görə bura gəlmisiniz? Maraqlı sual, düzdür? Soruşursaq ki, niyə görə bura gəlmişik? Cavab olaraq biz nə deyəcəyik? Şübhəsiz ki, hər birimizin cavabı bu olmalıdır ki, biz bura Allahın rızasını qazanmaq üçün gəlmişik. Bura gəlmişik ki, Allah subhanahu wa ta'ala bizdən razı qalsın. Elə deyil mi? Başqa sual. Sizcə bu gəliş tək elm məclislərində, elm məclislərində gedəndə olmalıdır, yoxsa bütün ibadətlərdə? Bütün ibadətlərdə. Niyə görə birinci səhvə gəlirsən? Niyə görə can atırsan ki, birinci səhvdə namaz qılasın? Fəzilət baxımından, düzdür, fəzilətə görə. Savab üçün. Niyyət nə olmalıdır? Allah rızası üçün. Yaxşı, niyyət doğrudan da Allah rızası üçündürsə, bu günləri bizim gördüyümüz bəzi mənzərlər, hansı ki Allah subhanahu teala bütün müsəlmanları bağışlasın, Allah onlara rəhm eləsin, Allah subhanahu teala o qardaşlarımızı qorusun, Allah onlara bərəkət versin. Onlar bizim başlarımızın tacıdır. Allah onlardan razı olsun ki, biz onlara təşəkkür edirik ki, bu cürünə nədir? Hərisliklə birinci səhvi əldən qaçırmaq istəmirlər. Lakin, barakallahu fikum, bir məsələ var. Bu məsələni ciddi şəkildə fikirləşmək lazım. Həqiqətən məqsəd ora getməkdə, birinci səhvdə qılınan namazın fəzilətini qazanmaqdırsa, əlhamdülillah. Vallahi, gedmirsən məscidə, niyyətin olub ki, evdən gedəcən birinci səhvdə namaz qılasın. Gəlmirsən, birinci səhvə düşmüsən, müvəffəq olmuşsan, tez gəlmirsən hamıdan. Elə bir şeylər olub ki, oradan çıxmısan. Hansısa bir səbəbdən dolayı ikinci səhvdə qalmışsan və yaxud üçüncü səhvdə. Bil ki, Allah sənə onu yazıb, subhanahu teala. Madam ki, sən evindən çıxıb gələndə sadiq idinsə Allahla sadiq idinsə, mən Allah üçün gedirəm, birinci səhvin əcrini qazanmaq üçün. Amma yoxsa gəlib orada, başqa şeylər danışmaq istəmirəm. Allah Teala hamımızı bağışlasın. Bəzi mənzərlər olur. Bu mənzərlər baş verirsə, bu yaxşı hal deyil. Buna görə gələ insan Allahdan qorxsun, həqiqətən. Yəni, mən gəlib orada kimisə qəlbini qıracamsa, kimisə incidəcəmsə, yeni gəlmiş qardaşlarımızdan kimsə mənim bir əməlimə görə bir də məscidi tərk edəcəksə, qardaş, 10 il qılma birinci səhvdə. Səni heç kim görməsin birinci səhvdə. Vallahi, həmçindən gəl axırıncı səhvlərdə qıl. Bu sənin üçün daha avlədir, daha üstün, daha yaxşıdır. Nəinki gedib orada hansısa qardaşın nədir? Qardaşı mane olacaqsın. Orada nə söz-söhbətlər olacaq. Səbəb olacaqsın. Kimsə gəlib görəcək ki, qardaş, burada nə məsələ? Mən Allaha sığınıram, demək istəməzdim. Bəzən Allah bizi qorusun, subhanahu teala, sabit eləsin. Bəzən elə şeylər olur ki, bu şeyləri danışmaq vacib olur, həqiqətən. Bir dəfə məscidlərin birində Allah müvəffəq eləmişdi fəcr namazında. O da həmişə olmur, bəzən arada bir Allah bizi xeyirlərə müvəffəq eləsin. Namaz qılanda, İnanın ki, söhbətlər də dini söhbətlər deyil. Ümumiyyətlə olmaz. Nə dini söhbət, nə dünya söhbət. Məsciddə söhbət eləmək olmaz, qardaş. Birinci səhvdə orada o qardaşlarımız, Allah onlardan razı olsun. İnanın ki, mən Allah bilir ki, nə cür qıldım o 2 rükət namazı. Özüm bilərəkdən namazın içində fikirləşirdim ki, qılan kimi yerimi dəyişəcəm ki, bəlkə bir dərs olar da o qardaşlarımız üçün bir, bu niyə görə durur, başqa yerə get. Bilərəkdən yerimi dəyişdim, başqa bir yerə get. Yenə gördüm, davam edir, subhanallah. Bu şeylər, bu hallar yaxşı hal deyil. Siz deməyin, bu insanlar illə mən rəhmə Rabbi. Rəbbim rəhm edən qullar istisnadır. Heç bilmirlər ki, ora nəyə görə gəliblər. Fikrimi çatdıra bilirəm. Ona görə mən soruşdum ki, bura nəyə görə gəlmişim? Bura gəlmişəm ki, elm məclisidir. Sabah Amid olmayacaq, Əhməd gələcək, Əhməd olmayacaq, Muhammed gələcək. Düzdür? Yəni, biz üzr istəyirəm, çox-çox üzr istəyirəm ağsaqqallardan da. Yəni, barakallahu fikum, biraz göbul səslənsə də. Biz cahiliyyə dövründə olanda, çayxanalarda otururdu, düzdür? İndi də bu çayxanalar davam edirsə, indi bu çayxanalarda edilən söhbətlər məscidlərdə davam edirsə, elm məclislərində davam edirsə, bəs bizdə heç bir dəyişiklik yoxdur. Fikrimi çatdıra bilirəm də. Bəs nə oldu orada fərq yaxşı? Yəni, o vaxtda o söhbətlər gedirdi, bu vaxt söhbətlər gedir. Deməli, biz heç bilmirik ki, nə edirik, subhanallah. Bizim halımız doğrudan da belədir. Belədirsə, günü bugündən, yəni bu səsimi eşidəndən sonra dəyişməliyik həqiqətən. İçində özüm olmaq birinci şərtidir.
Allah da şahiddir, mən onların birincisiyəm. Həqiqətən bu danışılanlar bizə fayda vermirsə, öyrəndiklərimiz bizə fayda vermirsə, burada xeyir yoxdur. Yəni, subhanallah, bu şeyləri necür izah eləyək? Necür bunun şərhini kim edə bilər? Yəni, bu məsələlər olduqca mühüm məsələlərdəndir. Sabah qiyamət günü o qardaş hansı ki təzə gəlmişdi, gəldi orada söz söhbəti gördü, birinci səhvdə. Dedi ki, mən heç vaxt gəlməyəcəm məscidə. Mən də səbəb olmuşam da, Allah soruşacaq, ay Ahmet, sən niyə görə səbəb oldun? Bunu da fikirləşmək lazımdır, qardaş. Biz bir günləri dünyamızı dəyişəcəyik. Yenidən diriləcəyik, Allahla görüşəcəyik. Şeytan gör nə eləyir? Subhanallah. Şeytan görünə cürünə həssasdır. La ilahe illallah. Görünə cür xeyir qapılarından gəlir. Kişini 40 dəqiqə, 1 saat qabaq durğuzub, 1 saat 40 dəqiqə durğuzub ki, birinci saf üçün. Hamı yatıb, bu durub yerindən. Allahımı bəri. Maşınla gedir çatır, gedir birinci səfə çatır. Nəylərsə edir ki, o 40 dəqiqə qabaq qalxmışlar. O savabı ondan uğrasın. Ya onu orada qeybət məclisinə salır, ya orada birinci səhvdə kimlərləsə söz söhbətlər edir, mübahisələr edir və s. və ilax. Nəylərsə olur ki, çıxanda o savabla gəlməsin. Bu cür nədirsə, bu cür nədirsə. 40 dəqiqə qabaq qalxma, qardaş. Vaxtında qalx, ged heç olmaz, ikinci, üçüncü səhvdə qılarsın namazını. Əgər gedib doğrudansa bu həsadlar olacaqsın. Bu hallar yaxşı hallar deyil. Həqiqətən. Məscid imamları danışırlar, tənbih edirlər, xatırladırlar. Hər dəfə. Bu şeylərə ciddi şəkildə fikir vermək lazım. Yəni Allahdan dilərəm ki, Allah Subhanahu taala özümü də, bu səsi dinləyənləri də hidayət etsin. Həqiqətən. Allah Subhanahu taala bizi xeyirlərə müvəffəq etsin. İnsan biləndə ki, o niyə görə edir əməli, orada çox şeylər dəyişir. Mən çox dərinə getməyəcəm. Bununla bağlı bir məsələni xatırlatmaq istəyirəm. Ümumiyyətlə, Allah qəlblərdə olanlardan xəbərdardır. Allah bizim qəlblərimizdə olanlardan xəbərdardır. Allah bizlərin qəlblərimizə görə bizləri yönəldir. Qəlbimizdə nə varsa ona görə yönəldir. Həqiqətən, vallahi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah sizin deyir surətlərinizə, cisimlərinizə baxmaz. Allah sizin deyir qəlblərinizə və əməllərinizə baxar. Sallallahu aleyhi ve sellem. Qəlblərimizdə olanlardan Allah xəbərdardır. İnnallâhe alimun bidəti sudur. Allah sinələrdən olanlardan xəbərdardır. Həqiqətən Allah görsə ki, mən sadiqəm, həqiqətən mən o birinci səhv istəyirəm. Misal vermişəm birinci səhv. Bütün ibadətlərdə. Elm tələbinin ardınca gedirəm Allah üçün. Bəzən olur ki, bu Məkkə Mədinədə də baş verir. O qaradaşı öpmək məsələsi. Bizim əksər müsəlmanların problemi bizlərdadır. Biz eşidirik məsələləri, əməlləri eşidirik, amma tətbiqini bilmirik. Tətbiqini bilmirik, nə tər gəldi edir Allah qorusun. Burada savab qazanmaqdasa günah edirik, subhanallah. Qaradaşı öpmək fərzdir yoxsa müstəhəbdir? Müstəhəbdir. Bəzi müsəlmanlar onu fərz zöhr namazı kimi fərzləşdirirlər. O boyda yol getmişəm, mən Azərbaycandan Məkkəyə getmişəm, qaradaşı öpməm gəl. Qardaş, qaradaşı öpmək müstəhəbdir. Bir. İkincisi, imkan olarsa öpərsin. İmkan olmazsa öpmə də. Girirsən ora, qadın, kişi hamısı bir-birinə qarışır, nədir? Hətta bəzi qadınlar. Ora qaradaşı öpməyə gedirlər, nə tər dar bir vəziyyət olur, görmürsünüz, bilirsiniz, yüzü. Oradan çıxanda sinə başlam saçılır. Bu yaxşıdır, yoxsa öpməmək? Eləmə qardaş, bu şeylər eləmə. Məqsədi bilmək lazımdır. Məqsəd nədir? Məqsəd bu ibadət etmək. Amma nə cür etmək? Yəni, ibadətlərin fıqıhı var da, fıqıhla yerinə yetirmək. Elm məclisinə gələndə Allah üçün gələcək. Bura gəlmişik ki, nədir? Gedək Ahmedin dərsinə, gedək Əhmədin dərsinə. Bu cür olmaz. Gedək elm məclisinə. Oradan bir faydanı götürək. Bu fayda ilə həyatımızı dəyişək. Yəni, ola bilsin ki, bir məclisdə bir ayət, bir hədis bizim hər hansı birimizin həyatını dəyişə bilər. Vallahi, elə deyilmi? Yüzlərlə alimlər var. Yüzlərlə şəriətdə, İslam dinində alimlər olur ki, bir hədis, bir ayət nədir? Onların həyatını dəyişib. Gedəcəm elm məclisinə ki, orada eşitdiyim bir hədisə görə əməl edim. Nə xoş o insanların anla. Bir ayətə eşidəcəm, bu ayətlə əməl edim. Yoxsa gedim orada, yəni buradan çıxandan sonra, buradan və digər məclislərdən çıxandan sonra, biz əməllərimizdə dəyişikliklər etmiriksə, siz deməyin, bu gəldiyimiz, çəkdiyimiz əziyyət özümüzə qalır. Əziyyət, birimiz maşın sürüb gəlirik, birimiz nə bilim, ailəmizi, uşağımızı tərk edirik. Fikrimizi hatıra bilirəm. İndi eyni ilə bu birinci səhvdə namaz qılmaq, eyni ilə Məkkədə gedib qaradaş öpmək, eyni ilə digər ibadətlər. Məqsəd olmalıdır ki, nədir? Allaha ibadət etmək. Allah da subhanahu wa ta'ala doğrudan da görsə ki, biz sadiqik, bizi yönəldəcək. Amma yoxsa gedib orada
qabaqcadan biraz öncə dediyim kimi 40 dəqiqə 1 saat gedib orada söz-söhbət eləməkdənsə, danışmaqdansa, aptekdən danışmaq var, dövlətdən danışmaq, nə bilim, maşından danışmaq. Allahu akbar, dəhşət. Dəhşət, bu şeyləri eləmək olmaz. Mübah olan şeylərdən, yəni icazəli olan şeylərdən, hansı ki icazəlidir bu, şəriətlə haram deyirlər. Bu şeyləri Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edir. Yüksək Quran oxumağı Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edir. Məsciddə yoxsa ki başqa şeylər. Allah bizləri islah etsin, bağışlasın. Uzun oldu. Barakallahu fikum. Cəzakumullah xeyran.